Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç kərvanı yola salınıb. Bu mərhələdə azad olunan ərazilərə daha 142 nəfər köçürülüb. Bugün Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Həsənriz kəndinə köç edənlər Respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Çıxanda 10 yaşım var idi, indi şükür Allaha ailəmlə qayıdıram. Bir oğlum, bir qızım, 4 nəfər qayıdırıq. Sevincliyik, yəni torpağımıza qayıdırıq, ata yurdumuz. Valla çıxanda çox pis bir vəziyyətdə çıxdıq. Allah onu heç kəsə göstərməsin. Çox bir pis vəziyyət. Paltarımızı da götürmədik. İndi də Allaha şükür, illər keçdi, çox əzablar çəkdik. İndi də Allaha şükür, oğlumdur, nəvələrim var, 5 dənə nəvəm var. Artıq köç edən sakinlərə yeni mənzillərinin açarları təqdim edilib. Sevinçli günüm ona görədir ki, şükür et torpağıma, şəhidimin qanı tökülən torpağa gəlirəm. Qeyd edək ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 5 ailə 25 nəfər, Xocalı rayonunun Xanyurdu kəndinə 6 ailə 24 nəfər, Təzəbinə kəndinə 8 ailə 41 nəfər, Ağdərə rayonunun Həsənriz kəndinə isə 10 ailə 52 nəfər köçürülüb. Emin Babayev, Loğman İsmailov, Fidan Səfər, Spice xəbər.